Mollalarımız var ki, valla ərəb dilində oxuya bilmir. Bəzi adamlar da indi çox adam əslində həm də ixlası bilməlidir qəbir üstündə. Qəşəng dedin. Valla mollarım abi gəlir qəbir üstünə gətirsən görmüşəm mən Kətdəzadda. Əlində kitabdır, amma orada tamam başqa şey yazılır. Va, belir bax. Benim başıma gəlib o iş Bax deyil. belir bax. Burada Allah'ın məsələ ilə Muhammedin və ali Məhəmməd nə var? Burada ağlamalı işin bir. Allahümme salli Hamaq deyil. Ay can bəsbiladı da beytan öldü. Adam ölən adam az qarşı deyər. Ey Azərbaycan dur ayağa. Bunda Azarvat deyilsə. Yaz kişi yok ki, ay kişi yok azarvat. Geçsin oxusun, bu toya geçsə yaxşı pul qazanacağım, gəlib o qəbirstanlıqda oxumaq deyir. Söz yox da, bax, yalandan deyir, Allah'da da. İlan bəzbəzdir, şadi gəldiriyor. Ölü, az qara deyirlər ki, sandalye görüm, arvat da dur, rahat. Qəşəng də səsi var. Belindəki arvat da az qara deyirlər ki, bura ki, dərdim, az oradan yox, buradan, midən. Sən xariz oxuyursan, buradan. Ya da o bir tərəfdən də, duruc, asaqqal. Baraya bax, baraya. Ağarsına ölü dursun oynasın, o nədir muğam oxuyursan? Sənin elə bax, stand-up'ınla bağlı bir sualım olacaq birazdan. Bax, birazdan. muğam oxumağa gəlmişsən, oxuyarsan ki, Bismillahirrahmanirrahim, Yasin, Əl-Quranil-Hakim. Oxu da, bunu düzdürmü? Yox, ay banadır. Aynı da indi o barda işləyən qız var, ölübdür, şəkili də belə. Görmüsən də qəbir üstə belə minüfqada dayanı var belə. O da dirilir, gəlir babanın çəli ilə striptiz olur ki, qəbir sağlıqda oxuduğun mahnıdır mı? Yox, oxuduğun mahnıdır mı? Sən Quran oxumağa mı gəlmirsən? Valla bəzi insanlar da bilmir o həmidi, ixlası. O molla nə deyir? Ona qoşurlar. Heç zat demirlər. Gəzmədi ya. Ona da. Düzdür, tam razıyam çünkü benim de başıma bir iş geldi. Bu ne okuyor? Abed Elif gəl, narsa. Hə, o, belə olur bax. Bac olur, 15 manat verəsən. Hə, bu Quranı pulla oxumurlar, nə verirlərsə. Estağfurullah.